Bu kainatı seyr etdikcə, insanlarla münasibətdə olduqca, yaşadıqca yaşamaq istəyirəm. Məgər insanların özləri möcüzə deyilmi? Hələ nələr və nələr ram edir ürəyimi. Hər səhər həyat dolu eşqlə oyanıram. Madəm ki, gün nəsibimdir, artıq demək bu bir səbəbdir xoşbəxtçiliyimə. Ətrafda təbiət, təbiətdə zəngin canlılar gözə dəydikcə sanki özümü sehirli dünyalarda hiss edirəm. Haradakı şükürlərlə, dualarla zikr edirəm. Həyat gözəldir. Həyatı duymaq, anlamaq daha da gözəldir. Və istəyirəm ki, hər kəs bu şövqü yaşasın. Deyir fırtına dağıdıcıdır, həyatı ifriz edir. Amma özünü harmonik olaraq fırtınanın bir qismi sansan, bu çox mükəmməldir. Bu çox mükəmməldir.